Salam, 6-cı sinif səhifə 7-yə baxırıq. Verb be. Be nədir uşaqlar? Həmişə biz bunu to be kimi eşitmişik. To be və to be. To be-nin neçə forması var? Hamımız bilirik bunu. 5-ci sinifdə və daha əvvəllərdə keçmişik. 3 forması var. Düzdür? Am, is, are. To be-nin formaları deyəndə biz ancaq to be-nin formalarını istifadə edirik cümlədə. Ona görə də biz onun formalarını mütləq yadımızda saxlamalıyıq uşaqlar. Və bilirik ki, to be-nin formaları şəxs əvəzlikləri ilə işlənir. Şəxs əvəzliklərimiz hansılardır uşaqlar? Məncə orada deyirsiniz, yerinizdə bildim. Okey, yaxşı. Mən də burada sizin üçün yenə də yazım. I, you, he, she, it təklərlə. Təklərə biz həm də nə deyirik uşaqlar? Singular, we, you, they isə cəm hesab olunur və cəmlərlə biz are istifadə edirik ümumiyyətcə. Cəmlərlə biz, siz, onlar cəmdir və biz are istifadə edirik. He, she, it təkdir, biz is istifadə edirik. You-nu bildiyi ardır. Aynı anda bir dənə am istifadə olunur. Düzdür uşaqlar? Burası asandır. Mənə elə gəlir ki, hamınıza burası asan gəlir. Və sualın inkarını yadımıza salaq necə düzəlir? Am, is, are şəxslərdən önə keçir sualda. İnkarda isə not am, is, are-dan sonra gəlir. Bunları unutmuruq uşaqlar. Yəni 6-cı sinifin önündə 5-ci sinifdə keçdiklərimiz təkrar eləyirik. Və indi isə deyir ki, complete the labels with the countries and nationalities. Deyir ki, aşağıdakı labelları ölkələr və milliyyətlərlə dəyişin, tamamlayın. Then listen, check and repeat the words and letters. Daha sonra dinləyin, yoxlayın və sözləri və hərfləri təkrar edin. Brazil. Nədir? Braziliya. Brazilian. Braziliyalı. The United States. The United States ölkədir və ölkənin insanlarına biz nə deyirik? American. American. Okay? Və Japan. Yaponiya bilirik. Düzdür uşaqlar? Japanese isə onun dilini və milliyyətini nəzərdə tutur. Və uşaqlar, ikinci çalışmada burada deyir ki, yenə də dinləmə var. Dinləməni qoşmayacağım, çünki mən sizə kömək eləyirəm zaten. Həm dinləyirik, məni dinləyərək dinləyirsiniz. Və həm də çalışmaların həllində kömək eləyirəm, izah eləyirəm sizə. Və uşaqlar, deyir ki, complete the post with not, is or are. Then listen and check. Deyir ki, postu bunlarla tamamlayın, daha sonra dinləyin və yoxlayın. Burada deyir ki, meet the new students in our school. Bizim məktəbdə yeni tələbələrlə tanış olun. About haqqında, news xəbər, students tələbə, contact əlaqə, teachers müəllimlər. Okay. Yəni bu güya bir internet saytıdır və orada internet saytının bu hissələri var və digər hissədə isə şagird özü haqqında məlumat paylaşıb. Hi, salam. I am Joanna Silva. Mən Joanna Silvayam. I am 12 years old. I am
Okay. I am 12 years old and I am in year 8. Mənim 12 yaşım var və mən 8-ci sinifdəyəm. Avstraliyada uşaqlar deməli uşaqların əksəriyyəti məktəblərə 4-5 yaşından başlayır. I am from Australia. Yəni deyə bilərsiniz ki, necə olur müəllim 12 yaş var, 8-də oxuyur. Halbuki 12 yaşda Azərbaycanda 6-cı sinifdə oxuyurlar. I'm from Australia. I'm from Brazil. I am not. Uşaqlar, bax burada deyir ki, mən Braziliya, Avstraliyadan deyiləm, Braziliyadanam. I am not. Not. Apostrof am, not. Yəni bunu yazırıq. Okay. But I am in Sydney with my family now. Amma mən indi Sydneydə ailəmlə birlikdəyim. My parents cəmdə olduğuna görə uşaqlar are olacaq. Okay? Çünki S var. Yəni lar, lər şəkilçisi. Mənim valideynlərim cəmdə olanda nə dedik? Are istifadə olunur. Are from Brazil too. Mənim valideynlərim də Braziliyadandır. I have a sister and we do a lot of things together. Mənim bacım var və biz birlikdə çoxlu şeylər edirik. Our favorite hobby. Uşaqlar, görürsünüz, hobi bir dənədir. Ona görə də təkdədir, biz is istifadə edirik. Our favorite hobby is surfing. Bizim sevimli məşğuliyyətimiz surfingdir. I love languages. And my favorite school subjects are var. S var, düzdür. Ona görə də are olacaq. English and Spanish çoxdur. Mən deyir dilləri sevirəm və mənim məktəbdəki sevimli fənlərim, lar, S var burada görürsünüz. İngilis və İspan dilidir. Okay. İndi isə uşaqlar 3-cü tapşırıqda deyir ki, put the words in the correct order to make questions. Deyir ki, sözləri düzgün sıralamada yazın ki, sual qurasınız. Uşaqlar, am is are olan cümlələrdə bilirik ki, biz am is are sualda öndə istifadə edirik, şəxslərinin önündə. Ona görə də gəlin hər 3 cümlədə görürük ki, birincisini özləri yazıblar. Are you 12 years old? Sənin 12 yaşın var. İkinci cümlədə are qoyuram qabağa. Harda are izi görürəmsə, keçirirəm önə. Niyə? Çünki sualdır. Görürəm də burada sual işarəsi var. Və sonra mən nəyi qoymalıyam? Şəxsləri. Qoydum şəxsimi bura. Şəxsimi tapıram. Şəxsim ikinci cümlədə you'dur. Üçüncü cümlədə şəxsim your school. Sənin məktəbin. Bundan öncəki dərsdə yəli əvəzliyini istifadə eləmişdim. Yəli sifətləri heç vaxt tək işləmir. Mütləq özündən sonra nə gəlməlidir? İsim gəlməlidir. Is your school. Sonra burada isə şəxs nə olacaq? Your teachers. Sənin. Burada is olmur, are olur. Are your teachers. Deməli uşaqlar, mən cümləni demək olar ki bitirmişəm. Are you, is your school, are your teachers. Yəni to be və daha sonra nə gəlir? Mübtəda. Mübtədamızı da tapdıq. Ondan sonra digər nitq üzvləri gələ bilər. Burada olacaq from Russia. Cümləni bütöv oxuyuram. Are you from Russia? Sən Rusiyadansan. Is your school, geriyə nə qalıb? Big. Sənin məktəbin böyükdürmü? Sonra are your teachers, geriyə bu qalıb? Nice. Sənin müəllimlərin mehribandırlarmı? Yaxşıdırlarmı? Bu qədər sadə uşaqlar. Ümid eləyirəm anladınız. Başa düşmədiyiniz bir şey olanda
mütləq kommentdə yazırsınız və mən sizə izah eləyirəm. Və keçirik bu hissəyə, deyir, bax. I am Mexican. Əslində uşaqlar sizə qısaltmaları göstərirlər. Gördüyünüz kimi I am'in qısaldılması nədir? I am. Mən Meksikalıyam. Məna eynidir qısaltmadır. She is not Mexican. Is not'ın uşaqlar iki cür qısaltması var. Is not'ın iki cür. Ya apostrof s not ayrı yazılır və yaxud da isn't bitişik yazılır. Ya apostrof s not ayrı yazılır ya da isn't bitişik yazılır. Və she's not Mexican. O Meksikalı değil. She isn't Mexican. O Meksikalı değil. Eyni məna. Və are not'un da uşaqlar is not kimi iki cür qısaltması var. Are not deməli ya apostrof r not. Yəni is kimi birinci hərfi silirik, yerinə apostrof qoyuruq. Yəni bu apostrofun yerinə a qala bilərdi. Yəni ingilislər belə niyə özlərini əziyyətə salıblar bilmirəm. Və yaxud da digər qısaldılması aren't. Bunları da əzbər öyrənməliyik, uşaqlar bilməliyik. Və sonra deyir ki, use it istifadə ilə working pairs cütlərlə işləyin. Ask and answer questions in exercise 3. Və çalışma 3-dəki sualları soruşun və cavablar verin bunlara. Bunu da dərsdə edəcəksiniz və keçirik növbəti səhifəyə. Can for ability. Can nədir uşaqlar? Can bilmək, bacarmaq deməkdir. Ability isə bacarıq deməkdir. Qeyd eləyin, ability nə oldu? Bacarıq. Deməli uşaqlar, can modal fe'ldir. Modal fe'ldir. Sualda can cümlənin önünə keçir. İnkarda isə can'dən sonra mütləq not əlavə eləyirik. Can mütləq özündən sonra fe'l tələb edir. Fe'l bütün şəxslər üzrə dəyişməzdir, olduğu kimi qalır. Yəni uşaqlar, gəlin belə deyək. Şəxslərimiz hansıları idi? Gəlin burada baxaq, şəxslərimizi yazaq. I, qələmi biraz incəldək. I, you, he, she, it, we, bir də they. Düzdür, you eyni olduğuna görə da onu yazmıram. Biraz da qələmimizi incəldək. Okey, uşaqlar. Dedik ki, bütün şəxslərdə, yəni mən bacarıram. I can, you can, he can, she can, it can, we can, they can. Bütün şəxslər üzrə dəyişməz olaraq eyni cür qalır. Mən bacarıram, sən bacarsan, o bacarır, biz bacarırıq və s. Və özündən sonra dedik, nə gəlməlidir? Mütləq fe'l gəlməlidir. I can read. Mən oxuya bilirəm. Sən oxuya bilirsən. You can read. O oxuya bilir. He can read. She can read. It can read. Biz oxuya bilirik. We can read. Onlar oxuya bilir. They can read. Bütün şəxslərdə eyni cür olur. Yəni bu qədər asan. Bir dənə şəxsi dəyişməklə siz cümlə qurursunuz. Və dedik ki, sualda necə olur? Sualda eyni to be kimi mübtədi ilə cümlənin mübtədası ilə yerini dəyişdirir və mübtədanın önünə keçir. Mən oxuya bilirəmmi? Necə olacaq? Can I read? Sən oxuya bilirsənmi? Can you read? O oxuya bilirmi? Can she read? Biz oxuya bilirikmi? Can we read? Onlar oxuya bilirmi? Can they read? Yəni mübtədadan önə keçir. Və inkarını düzəltmək üçün, yəni mən oxuya bilmirəm deməkdən ötürü necə eləyəcəyik? Notdan istifadə eləyəcəyik. Hara gələcək dedik? Can'dən sonraya. Yəni bax burada olacaq. Notun yeri burada olacaq. Yəni can'lə fe'lin arasında. Okey uşaqlar.
və deyirik mən oxuya bilmirəm. I cannot read. Sən oxuya bilmirsən. You cannot read. O oxuya bilmir. He cannot read. She cannot read. It cannot read. Biz oxuya bilmirik. We cannot read. Onlar oxuya bilmir. They cannot read. Və uşaqlar, cannot'ın qısaldılması digərlərində əmizarda olduğu kimi var və belədir. Can't. Və deyim ki, ən çox qısaldılma formaları istifadə olunur. Ona görə də dilinizə yatızdırsanız yaxşı olar. I can't read. Mən oxuya bilmirəm. I can't draw pictures. Mən şəkillər çəkə bilmirəm. Sən mahnı oxuya bilmirsən. You can't sing songs. Okay. Ümid edirəm anladınız. Anlamadınızsa da sual yazarsınız. Başa salarım uşaqlar. Və indi isə baxırıq. Deyir ki, complete the sentences. Cümlələri tamamlayın. Use the correct form of can. Can'in düzgün formasını istifadə edin. And the verbs in brackets. Və mötərizədəki fe'llərin və can'in düzgün formasını istifadə edin. Then listen and check. Daha sonra dinləyin və yoxlayın. Dinləməyə ehtiyac yoxdur uşaqlar, mən sizə izah edirəm. Sarah can ice skate very well. Uşaqlar, burada görürsünüz ki, üstəgəl olanlarda biz üstəgəl yazacağıq. Çıxma işarəsi gördüyünüz yerdə inkarı yazacağıq. Sual işarəsində isə sualı yazacağıq. Okay? Çox sadədir uşaqlar. Deməli, Sarah çox yaxşı buzda skate eləyir. Buzda sürüşür. My grandparents inkardadır, çıxmadı. Nə olacaq? Bütün şəxslərdə eynidir. Bir dənə cannot play video games. Mənim nənəm, babam video game oynaya bilmir. İndi burada neyinirik? Sualda. Sualda dediyi nə olur? Can şəxsdən öncəyə keçir və fe'limiz olduğu kimi qalır. Fe'li üçün olmur. Can you ski? Sən xizəy sürə bilirsən. Və yenə də inkar. Mən deməsəm də bilirəm ki, bildiniz. İnkarı can't olacaq və yaxud da cannot. I can't dance the samba. Mən samba rəqsini oynaya bilmirəm. Sual işarəsi qoyublar. Sualda nə olacaq? Cümlənin önündə mütləq can. Can your parents? Fe'limiz də olduğu kimi qalır. Run 10 kilometers. Sənin valideynlərin 10 kilometr qaça bilirlər. My friends and I müsbətdir. Olduğu kimi can speak English. Mənim dostlarım və mən ingiliscə danışa bilirik. Və daha sonra uşaqlar ikinci tapşırığa baxırıq. Və uşaqlar deyir ki, in, on, at söz önlərini bizə verib. In, on, at nə deməkdir? Söz önləridir və hamısının demək olar ki, tərcüməsi da, də kimi gedir. In, daha böyük anlayış olan zaman anlayışları ilə istifadə olunur. Məsələn, illər, il, əsrlər, aylar ondan istifadə edirik. Və günlərlə, biraz kiçik zaman anlayışı olan günlərlə, yəni həftənin və ayın günləri ilə biz onu istifadə edirik və daha kiçik anlayış olan saatlarla isə biz ət istifadə edirik. Okay, uşaqlar, saat gördük, ət qoyacağıq. Həftənin günü və ayın gününü gördük, 10 qoyacağıq. İl, ay, ayın günün görəndə 10 olacaq, amma ayın özü təkcə olanda in olacaq. Yəni, bir var deyirəm in March, Mart ayında və yaxud da deyirəm ki, Martın 5-də 5th of March. Yəni, əgər Martın 5-ini gününü göstərirəmsə, mən orada 10 qoyacağım, okay?
İndi isə görürük ki, ikinci tapşırıqda deyir, cədvəli in, on və yaxud da ətlə tamamlayın. Gəlin eləyək. Time nədir? Vaxt, saat. 7 o'clock, 7 p.m. Nə olacaq? At. Month, March, years. Dedik ki, aylarla, illərlə, böyük zaman anlayışları ilə nə olacaq? In. Days of the week, Monday. Həftənin günləri ilə, məsələn, birinci gün nə olacaq dedik? On sözünü olacaq. Və üçüncü tapşırığa baxırıq və yenə də deyir ki, cümlələri complete the sentences. Sentence nədir? Cümlələri. With ilə, nə ilə? In, on or at. In, on və yaxud da ətlə tamamlayın. Write the sentences that are true for you. Deyir ki, sənin üçün doğru olan cümlələri yaz. Then tell a partner. Daha sonra yoldaşına denən. Gəlin oxuyaq. 1. I go to the science lab on Wednesdays. Mən həndəsə laboratoriyasına və yaxud da riyaziyyat və yaxud da elm laboratoriyasına həftənin hansı günü? Çərşənbə, 3-cü günləri gedirəm. Həftənin günü olduğuna görə nə qoyduq? 10 qoyduq. Sonra, my birthday isn't May aydır və aylarla dediyinə istifadə olunur in. Mənim ad günüm may ayında deyil. I go to bed saatdır və nə istifadə edirik? At və həftənin günündə nə olacaq? 10. Bir dəfəlik bunu yadımızda saxlayırıq da əzbər. Deyir ki, at 10:15. Mən yatmağa 11-ə 15 dəqiqə işləmiş gedirəm. Nə vaxt? Şənbə günləri 11-ə 15 dəqiqə işləmiş gedirəm. I eat dinner at, yenə saat var deyənə at qoyduq. At 7 o'clock every day. Mən hər gün saat 7-də axşam yeməyimi yeyirəm. Və uşaqlar, present simple, indiki sadə zaman. İndiki sadə zaman uşaqlar, deməli, təkrarlanan hərəkətləri göstərmək üçün, daim baş verən hərəkətləri göstərmək üçün istifadə olunur. Və deyir ki, read Mia's plans for the week. Mia'nın həftəyə görə planlarını oxu. Write T, true or F, false. Ya doğru yaz ya da yanlış. True doğru deməkdir ya da false yanlış. Then correct the false sentences. Daha sonra isə səhv cümlələri düzəldin. Deməli, weekly planner, həftəlik planlayıcı. Deməli, həftənin günlərini qoyub, Monday birinci gün, Tuesday ikinci gün, Wednesday üçüncü gün, Thursday dördüncü gün, Friday beşinci gün. Və nə edir? Monday, first day of school, məktəbin ilk günü. Take bus 22, 22 nömrəli basa avtobusa minir. İkinci gün, buy blue vase for mom after school. Anam üçün məktəbdən sonra mavi bir vaza al, gül qabı. Üçüncü gün neyinir? Mom's birthday, anamın adı günüdür. Party at 7 və axşam 7-də parti var. Dördüncü gün neyinir? Film night at Pat's house. Pat'in evində film gecəsi. My house next week. Mənim evimdə isə gələn həftə. Music lessons at 6 p.m. every week. Və həftənin 5-ci günləri nə olur? Hər həftə, həftənin 5-ci günü saat 6-da musiqi dərsi olur. İndi oxuyaq cümlələri. Mia has a party on Thursday. Mia 4-cü gün partisi var. Baxırıq 4-cü gündə parti varmı? Xeyr, film gecəsi var. Deməli false-dur. Yalandır. Yazıblar she doesn't have a party on Thursday. O 4-cü gün parti keçirmir. She has a party on Wednesday. Onun partisi 3-cü gündür. Baxın, 3-cü gün saat 7-dədir. Aha. She practices music on Fridays. O 5-ci günlər musiqi məşqi keçirir. Bəli uşaqlar,
True. Buraya yazırıq T və ya da true. She watches films on Thursdays. O dördüncü günlər filmlərə baxır. Bəli, görürük ki, burada nədir? Film gecəsi var. True. Her mom hates blue. Onun anası mavi rəngə nifrət eləyir. Xeyr, deyirik, yox. She doesn't. O nifrət etmir. She doesn't hate blue. O maviyə nifrət etmir. Deyirik, o sevir mavi rəngi. She likes blue. Və salam, bu qədər sadə. She walks to school. O məktəbə piyada gedir. False. Burada da false yazırdıq. Burada da false. Niyə? Çünki o birinci gün məktəbə avtobus götürür. False. She doesn't walk to school. O məktəbə piyada getmir. She takes bus 22. O 22 nömrəli avtobusla gedir. Və sonra axırıncı səhifənin axırında deyir ki, use it, istifadə elə, work in pairs, cütlərlə işləyin, talk about what you do every week. Və hər həftə nə edirsən o barədə danış. I play soccer on Saturdays. Mən şənbə günləri futbol oynayıram. That's nice. O birisi də deyir ki, bu əladır. I hang out with my friends on Sundays. Mən bazar günləri dostlarımla vaxt keçirəm. Hang out nədir? Vaxt keçirmək. Me too. Mən də. Bu qədər uşaqlar. Səhifə 7-8 paylaşın, bəyənin, abunə olun. Xoş kommentlər yazın. Sağ olun. Növbəti səhifələrdə paylaşacağım. Kanala abunə olun ki, videolardan xəbərdar olun. Sağ olun.